Hörmətli tamaşaçılar, daha ətraflı məlumatı isə Prezidentin səfərini müşahidə edən əməkdaşımız İbrahim Kamiloğlu çatdıracaq. Salam, hər vaxtınız xeyir. Arzu, bəli, sizin də qeyd etdiyiniz kimi Prezident İlham Əliyev Çində dövlət səfərindədir. Bu dövlət başçısının Çinə ilk səfəri deyil. Dövlət başçısı 2014, 15, 19-cu illərdə Çində səfərdə olub. Bura dövlət səfəri, işgüzar səfər, eləcə də Kəmər və Yol Beynəlxalq Əməkdaşlıq Forumunda iştirak daxildir. Ümumiyyətlə, Azərbaycan Çinlə əməkdaşlığa böyük önəm verir. Xüsusilə də onu qeyd edim ki, Azərbaycan son dövrlərdə xarici siyasətinin əsasını Şərq və Asiya təşkil edir. Çin də burada çox önəmli ölkədir. Çünki Çin dünyada aparıcı iqtisadi mərkəzlərdən biridir. Eləcə də Azərbaycanın 4-cü ən böyük ticarət tərəfdaşıdır. Onu da qeyd edim ki, Azərbaycandan Çinə ixrac 7,9% və Çindən idxal isə 17,69% təşkil edir. Müxtəlif sahələrdə əməkdaşlıqlar var hazırda. Təhsil sahəsində, mədəniyyət sahəsində, innovasiyalar sahəsində. Onu qeyd edim ki, təhsil sahəsində olanlardan birini qeyd edim. Hazırda Çinin Xarici Dillər Universitetində Azərbaycan dili tədris olunur. Çinli tələbələr Azərbaycan dilini öyrənirlər və Azərbaycan da alternativ və bərpa olunan enerji sahəsində, innovasiyalar sahəsində layihələrin, yəni Azərbaycanda bu cür layihələrin həyata keçirilməsi üçün Çinlə danışıqlar aparılır. Sabah da ölkə başçıları səviyyəsində və digər səviyyələrdə ciddi görüşlərin keçirilməsi gözlənilir və daha ətraflı məlumatlar sizə çatdırmağa çalışacağıq. Hələ ki bizdən bu qədər. Buyurun, söz sizdədir. Təşəkkür edirik İbrahim, ətraflı məlumat üçün davam edirik. Hörmətli tamaşaçılar.